Cavabdeh şəxs. Cavabdeh şəxs gəlsin. Çəkil gəlir. Gəlir də gəlir. Milli TV-yə vətəndaş şikayəti mövzusunda müraciət edən Qasımova Gülbəniz adlı vətəndaş bildirir ki, 2024-cü ilin aprel ayında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən HTC Klinik Hospitalının həkimi olan Rauf Xəlilovun sosial şəbəkə üzərindən öz profil səhifələrində plastik əməliyyatlar etməsi ilə bağlı paylaşımlar edərək insanlara qiymət baxımından sərfəli təbliğat apararaq diqqət cəlb edirdi. Gülbəniz Qasımovada ümumi cərrah olan Rauf Xəlilovun sosial şəbəkə üzərindən bu reklamlarına uyaraq abdominoplastik əməliyyatı üçün etdiyi müraciətdə şikayətçi həkimin səhlənkarlığı ucbatından uğursuz əməliyyatın qurbanı olub. Hörmətli izləyicilər, biz hal-hazırda HTC klinikasındayıq. Şikayətçi Gülbəniz Qasımova bildirir ki, aprelin 4-ü 2024-cü il tarixində Rauf Xəlilov məni abdominoplastika əməliyyatı icra edib və bu əməliyyatdan sonra mənim sağlamlığıma böyük ziyan vurub. Qasımova Gülbəniz Mahir qızı. Buyurun, şikayətinizi bildirin. Mən 2024-cü ilin aprel ayında HTC, bəli, Rauf adlı həkim var idi. Instagramda görmüşdüm. Rauf'un familiyasını bildirin. Xəlilov Rauf. Instagramda gördüm videoları, şəkilləri, müraciət elədim. Birinci dedilər ki 30% indirim var. Gəldim, yaxınlaşdım. Nə əməliyyatına yaxınlaşdınız? Nə həkimidir? Qarın gərmə. Abdominoplastik. Bəli. Sonra sənədləşmə oldu. 2000 manat pul istədilər. Getdim sənədləşmə başqa bir klinik yerdə oldu. Dedilər ki 30% ləğv olunub. Klinikada oldu sənədləşmə? Klinikada deyildi, adi bir yer idi. Ərazi olaraq aradı. Nəsimi bazarın yanı idi deyəsən. Elə bir. Orada sənədləşmə oldu. Çünki hissə ödəmə idi. 100 manat burada qan analizlərinə verdim, 900 manat həkimin özünə verdim. Bəli, çek vermədilər. Xeyr. Ayda 150 manat 7 ay ərzində hissə ödədim. Qalan 1000 manata. Cəmi 2000 manat pul ödəmişəm, amma 10 minə yaxın kreditlə. Bəli. Əvvəl 30% indirim var dedilər, sonra dedilər ki, ləğv olunub. O ləğv olunub, 2000 manat pul ödəməlisən. Gəldim burada aprel ayında 4-ündə əməliyyat olundum. Bir gün saxladılar, getdik evə. Çox pis fəsadlarım oldu, özünüz də gördünüz. Ağrılarım var. Nə fəsadları oldu? Mən elə ekspertə getdim. Ekspert bizi başqa bir klinikaya göndərdi. Orada uzman həkim yoxladı məni, dedi törəmələr var, onlar deyir əməliyyatdan sonra normal törəməlidir, səndə anormal törəyib. Damarları zədələnib, göbəyində zədələnmələr var. Özünüz də əl-ucu vurdunuz, baxdınız ki, necə fəsadlarım var da. Mən çox çarəsizəm. Şikayətçinin də bildirdiyindən belə məlum olur ki, HTC Klinik Hospitalda ümumi cərrah işləyən Rauf Xəlilov Gülbəniz Qasımovanı abdominoplastik əməliyyatına hazırlayaraq ümumi cərrahın vəzifəsinin səlahiyyətində olmayan abdominoplastik əməliyyatını edərək əməliyyatın da uğursuz alınması hazırda xəstənin qarın nahiyəsinin əməliyyat olunan hissələrində xoşagəlməz şişkinlik və bərkimələr xəstənin sağlamlığında ciddi fəsadlar yaradır. Biz istəyirik ki, daxil olaq klinikaya və görək həkim nə bildirəcək. Həkimin mövqeyini sizlərə təqdim edəcək, əgər ki, mövqey bildirsə. Salam, hər vaxtınız. Klinikaya keçirik, xalım. Klinikaya daxil oluruq, olmazmı daxil olaq? Mən qoğum müəlliməm. Siz mənə deyirsiniz ki, hara daxil olursunuz ona görə. Klinikaya daxil oluruq, əzizim. Hər vaxtınız xeyir olsun. Bilmiyorlar siz kimsiniz? Biz hal-hazırda Milli TV-nin əməkdaşları Məlahə Səfərovadır, jurnalist. Xanımın, yəni Rauf Xəlilovla biz görüşə bilərikmi? Təxminən 2 saat sonra Rauf Xəlilov bizi qəbul etdi. Rauf Xəlilov verilən suallara cavab verərkən özünə haqq qazandırmağa çalışsa da, amma bütün olanlar göz qabağındadır. Mən 2024-ün aprel ayında 4-ündə əməliyyat olmuşam burada. Bir gecə qalmışam, çıxmışam. Elə bir ki, məndə əməliyyat tikişlər var idi. Bu hissədə tikiş yox idi. Sonra o yarıya çevrildi. Çirk, irin gəlirdi. Mən dəfələrlə gəlmişəm həkimin yanına. Həkim baxır, deyir ki, əla, heç bir problemin yoxdur. Halbuki problemlərim
Halbuki problemlərim çox olub. Çox böyük problemlərim var. İşləmək başqa yerlərə həkimə getmişəm. Müayinələr olmuşam, müalicələr olmuşam. Çox müalicələr. Çünki mənim qanıma zəhərlənmə keçirdi. Göbəyimdə çox böyük bir problemim var idi. Sonra gəlir həkimin yanına, həkim deyir ki, heç bir problemin yoxdur. Bacım dedi ki, həkim sizdən şikayət eləyəcəm. Birinci mərtəbədə bizi qəbul eləmişdi. Sizdən şikayət edəcəm, bacım pis vəziyyətdədir. Dedi, get hara eləyirsən, şikayət et. Mən də həkim briqadası yığacam, səndən şikayət eləyib təzminat alacam. Bu həkim özü dedi. Sonra biz prokurorluğa, Nizami rayon prokurorluğuna şikayət elədik ki, mənim vəziyyətim budur. Mən bir qəfədən qalxıza bilmirəm. Siz özünüz də gördünüz ki, mənim çox böyük şəkillərdən gördünüz ki, çox böyük mənim problemlərim olub. İndi işləyə bilmirəm, əmək qabiliyyətimi itirmişəm. Siz bunları bildirmirsiniz doktora, məlumatı var? Var. Həkimin köməkçisi də şəkil paylaşırdı ki, status paylaşırdı ki, əməliyyatları göndərin mənə paylaşaq. Mən də göndərmişəm ki, mənim əməliyyatım budur. Həkimin elədiyi əməliyyat budur. Mən pis vəziyyətdəyəm. O mənə heç bir cavab yazmırdı. 2024-cü il apreldə əməliyyat olub. Yaxlaşıq 3-4 ay sonra 2 il tamam olacaqdır. 2 il tamamda bu xanım bildirdiyi müddətdə bizə o qədər müraciət eləmir. Qarşı tərəf dediyi qədər də deyil, yəni. Deyir ki, yalandan danışmıram. Mən yaralarımı görsəm. Məsələn, burada kamera baxışları var. Yəni neçə dəfə gəldik kameralara düşüb. Siz nə çağırmışsınız, mən də gəlmişəm. Amma kamera baxışı var. Neçə dəfə gəlibdir. Bizi dəqiqə, yəni o dinləyəndə bizi dinlədiyə də deyilmi? Sözünüzü kəsmədik, yox? Həkim danışsın, buyurun. Müraciət eləmik bura. Kamera baxışında, hətta mən unutmuşam deyə, ola bilər deyə, kamera görüntülərinə baxdıq, telefon kayıtlarına baxdıq ki, mən ona demişəm ki, gəlin bura, hər dəfə siz deyən qədər gələ bilmirəm mən. Bu işin bir tərəfi. İkincisi, xanım iddia qaldırmışdı ki, ilk dəfə sizin qoyduğunuz bu setka mənim bədənimə batır. Yəni, bu da loru dilində deyirik. Xanım əməliyyat olub, göbək yırtığı, elə deyil xanım. Göbək yırtığı və eyni zamanda qarnın ön divarının asimetriya, sallanması. İndi siz tibbi nöqteyi-nəzərdən... Mən abdominoplastikədən, tək abdominoplastikədən əməliyyat olmuşum. Mənim başqa problemim heç vaxt olmayıb. Setka niyə qoymuşsunuz? Siz qoymuşsunuz, bilmirəm. Siz qoymuşsunuz, həkim siz. Yox. Yəni, göbək yırtığı olduğuna görə setka qoymuşduq. Abdominoplastikada tibdən bəllidir ki, setka qoyulmur. Yəni, meşin tor deyirik, setka rus dilindədir, meşin tor qoyulmur, yəni. Bu bir tərəfdən. İkinci tərəfdən mən zamanında demişik, yırtıq olduğuna görə qoyulubdur, bəli. Qarnın ön divarının yırtığında ön divarı asimetriya götürülmək üçün, bəli. Artıq pik atı götürülübdür oradan. Həkim Rahab Xəlilov hansı bir tərzdəsə qüsurlu əməliyyatına haqq qazandırmağa çalışsa da, amma bir şey unudub ki, Gülbəniz Qasımovanı abdominoplastik əməliyyatına hazırlamış və hətta bu haqda şikayətçi ilə həkimin arasında WhatsApp danışıqları olmuşdu. Salam təkrar. Mən anestezioloqla danışdım. Əgər liposaksiya olmasa, belində problem deyil. Yox, menstruasiya dünən başlayıbsa, bugün sabaha qutaracaqsa, gəlsin. Qutarmırsa, onda gələn həftəyə saxlayarıq. Bir də ortada bir dəfə gəlsin, məsələn, sabah gəlsin, anestezioloq baxsın, istəyirsə, dəqiqləşdirib deyə bilərik. Əgər anestezioloq liposaksiyanın həcmi böyükdürsə, böyük ehtimal icazə verməyəcək, çünki menstruasiya vaxtı qanama çox olur. Qan itkisi çox olur, ona görə verməyəcək. Yox, tək abdomen istəyirsə problem deyil. Bəli, qarnın ön divar əməliyyatdan sonra əgər meşin tor qoyulubsa, elə olmalıdır. Şişkinlik də olur. Elə olmalıdır. Yox, siz yenə də şişkinlik nəyin əlamətidir? Mən bilmirəm, sizdən soruşum, siz icra etmişsiniz. Mən əməliyyat icra dedim, sizə nə əməliyyat icra eləmişik. Ondan sonra şişkinlik olur. Fəsadları sizə bildirirəm ki, xanım bildirir ki... Fəsad deyil, şişkinlik fəsaddır. Mən abdominoplastikədə əməliyyat olmuşam. Onu həkim alır. Yəni Bunları bildirir. Açın, baxın, görün, çirk gəldiyini görmüsünüz. Mən açıb baxmadım. Onda baxın, onu çirk gəlmir orada. Yarada çirk yoxdur. Hansı şəkillərdə? Bizdən atıb, bizim mediamıza atıb şəkilləri.
O bilirsiniz ki onu tibb ekspertiza araşdırır. Mən də tutaq ki, bu şəkili sizə atım indi hansısa bir irinlənmiş şəkili. Bəli, əməliyyat uğurlu olub. Burada orqan itirilmə yoxdur. Xəstənin fiziki əmək qabiliyyətini itirəcək, yəni qoldur filandır, ya hansısa bir daxili orqanlarda hansısa bir patologiya yoxdur. İstər İMT instrumental müayinələr olsun, digər müayinələr olsun. İstənilən müayinələri alın, nəticələrini baxın siz. Instagramda gördüm səhifəni. Həkim abdomoplastika eləyirdi. Abdomoplastikalara baxdıq. Gəldim həkimlə danışdım. Dedi hissə ödəmə var. Şəkillər də göstərdi ki, bu filan xəstəni belə eləmişəm, belə yığmışam, səni də belə yığacam, belə əla olacaq. Mənim göbək yırtığından heç bir şikayətim olmayıb, elə bir xəstəlik məndə olmayıb. Mən gəlib burada analizlərdən keçmişəm, tam sağlam olmuşam. Mənim xəstəliyim, bu ağrım, acım, hər şeyim bu abdomoplastika əməliyyatından sonra olub. Nə də mənə məlumat verilməyib ki, burada sənin belə bir fəsadların var. Səni bundan əməliyyat eləyir. Həkim özü dedi ki, sənin qarnın, dedim qarnım bura mədəmi sıxır, yatanda, duranda, əyilib qalxanda buranda nəsə var. Dedi setka qoymuşuq. Həkim Rauf Xəlilov aparılan əməliyyatın uğurlu olması barədə fikir bildirsə də, amma məhkəmə tibb ekspertizası Nizami rayon prokurorluğuna təqdim etdiyi ekspert rəyində və Nizami rayon prokurorluğunun cinayət işinin başlanmasına rədd etməsi barədə şikayətçiyə təqdim etdiyi qərarında görünür ki, məhkəmə tibb ekspertizası həkim əməliyyatının uğursuz, qüsurlu və qeyri-peşəkar səviyyədə aparılması qənaətinə gəlmişdir. Eyni zamanda da həkim Rauf Xəlilovla bağlı Nizami rayon prokurorluğunda aparılan araşdırma nəticəsində həkimin hemioplastika və abdominoplastika əməliyyatı apardığı müəyyən edilmişdir. Mənim tələbim budur, mənə dəyən ziyanı qaytarsın həkim, mən gedib başqa yerdə əməliyyat olmalıyam. Çünki çox pis vəziyyətdəyəm, işləmə qüvvəmi itirmişəm. Özünüz də gördünüz ki, mənim vəziyyətim yaxşı deyil. Mən dəyən ziyanı ödəsin. Xeyr, heç razı deyiləm. Rəmziyə xanım var idi, dedi həkimin köməkçisiyəm, mənə zəng vurmuşdu. Dedi, o həkim səni əməliyyat eləməyib, səni həkimin başqa olub. Dedim, mənə heç bir məlumat verilməyib bura. Gəlmişəm dəfələrlə, bax bu stolda oturmuşam, mənə həkim deməyib ki, səni başqa həkim əməliyyat eləyəcək. Mənim həkimim bu olub, bu həkim əməliyyat eləyib, mənə də bu günə salan bu həkimdir. Şikayətçiyəm. HTC Klinik Hospitalında həkimin səhlənkarlığı nəticəsində baş vermiş bu uğursuz əməliyyat barədə Nizami rayon prokurorluğunda aparılan araşdırmadan da narazı olduğunu bildirən şikayətçi, həkim Rauf Xəlilovun ona vurduğu maddi mənəvi ziyanın tələbinə dair etdiyi şikayətə ədalətli baxılmaması səbəbindən hal-hazırda baş prokurorluğa çoxsaylı şikayətlər ünvanladığını da bizə bildirdi. Mən buradan cənab prezidentimizdən, İlham Əliyevdən, Mehriban xanımdan, Daxili İşlər Nazirliyindən, Səhiyyə Nazirliyindən, baş prokurorluqdan kömək istəyirəm. Dəfələrlə baş prokurorluğun qaynar xəttinə müraciət etmişik. Bizə heç bir məlumat vermirlər. Biz prokurorumuzla görüş istəyirik. Üzbəüz söhbət edib görüşmək istəyirik. Əlaqə saxlayaraq bizə heç bir məlumat verilmir. Xahiş eləyirəm, bunu işıqlandırasınız. Məndən başqa da insanlar var, qadınlar var. Mənim gülmə düşməsinlər. Çünki mən çox xəstəyəm, əziyyət çəkirəm, işləmə qüvvəmi itirmişəm. Çox çətindir, çox ağrılarım var. Xahiş eləyirəm, köməkdarlıq eləyin.